Neyin bahasına olursa olsun susmalı olduğunuz 9 an. Qəzəbli olduğunuz zaman susun. Qəzəb dilin ağıldan daha sürətli işlədiyi bir vəziyyətdir. Əgər bütün hekayəni bilmirsinizsə susun. Nəticələrə tələsmək anlaşılmazlıqlara və lazımsız münaqişələrə səbəb ola bilər. Səssizliyiniz münasibətləri və əlaqələri qoruya bilirsə susun. Hər fikri səsləndirmək lazım deyil. Qışqırmadan danışa bilirsinizsə susun. Rasional ola bilməyəcək qədər emosional hiss etdiyiniz zaman susun. Sözləriniz dostluğunuzu və ya münasibətinizi məhv edə bildiyi zaman susun. Əgər sözləriniz kimisə incidə bilərsə susun. Problemin həll etməyin daha yaxşı yolu həmişə var. Dinləmək danışmaqdan daha faydalı olduqda susun. Hisslərinizdən və ya motivlərinizdən əmin olmadığınız zaman susun.